Ateizmin ən böyük iddiası budur: yaradıcı yoxdur. Yaxşı, bəs bu fikir həqiqətən məntiqlidirmi? Bir şeyin doğru və ya yanlış olduğunu anlamaq üçün əvvəlcə məntiq qaydalarına baxmalıyıq. Çünki məntiq ağlın doğru düşünmə qanunlarıdır. İndi isə çox sadə şəkildə düşünək. Qarşımızda bir aləm, yəni kainat var. Ulduzlar, qalaktikalar, insan, təbiət, canlılar, bir sözlə mövcud olan hər şey. İndi sual budur: bu aləm necə meydana gəldi? Burada cəmi iki ehtimal var. Birinci ehtimal, bu kainatı başqa bir varlıq yaradıb. İkinci ehtimal, kainat öz-özünü yaradıb. Gəlin əvvəlcə ikinci ehtimala baxaq. Bir şey öz-özünü yarada bilərmi? Əlbəttə ki, bu mümkün deyil. Çünki bir şey özünü yaratmaq üçün əvvəlcə mövcud olmalıdır. Amma yaradılmadan əvvəl o yox idi. Yəni, həm var olmalıdır, həm də yox. Bu isə məntiqdə tənaqüz, yəni ziddiyyət adlanır. Məsələn, bir insan özü doğulmamışdan əvvəl özünü dünyaya gətirə bilərmi? Əlbəttə ki, yox. Deməli, kainat da özünü yarada bilməz. Bəzi insanlar belə deyirlər: kainat təsadüf nəticəsində yarandı. Lakin təsadüf yaradıcı qüvvə deyil. Məsələn, yerə dəmir parçaları tökülsə, illərlə gözləsək belə onlardan bir telefon yaranmaz. Çünki nizam və sistem şuur tələb edir. Halbuki kainatda inanılmaz bir nizam var. Yer ilə günəş arasındakı məsafə, insan bədəninin quruluşu, DNT-dəki məlumat sistemi, fizika qanunlarının dəqiqliyi və s. Bütün bunlar bizə göstərir ki, bu kainat kör təsadüfün deyil, elm və qüdrət sahibi bir yaradıcının əsəridir. İndi isə gəlin birinci ehtimala baxaq. Əgər kainatı başqa bir varlıq yaradıbsa, onda həmin varlığın sifətləri necə olmalıdır? O varlıq maddə olmamalıdır. Çünki maddəni yaradan odur. Zamandan asılı olmamalıdır. Çünki zamanı yaradan odur. Və ən əsası o varlıq vacibul vücud olmalıdır. Yəni varlığı başqasına bağlı olmayan, əzəli və əbədi olan bir varlıq. Çünki əgər o da başqa bir yaradıcıya möhtac olsa, onda belə bir sual yaranacaq: bəs onu kim yaratdı? Sonra onu yaradanı, sonra digərini, sonra digərini. Beləcə sonsuza qədər davam edər. Buna isə məntiqdə təsəlsül deyilir. Əgər səbəblər sonsuza qədər davam etsə, heç vaxt başlanğıc olmaz. Başlanğıc olmazsa, nəticə də olmaz. Amma nəticə var, çünki biz mövcuduq. Deməli, yaradılmamış və əzəli bir yaradıcının olmağı zəruridir. Və biz həmin varlığa Allah deyirik. Yəni məntiq bizi bu nəticəyə aparır. Bu kainat ya özünü yaradıb ki, bu qeyri-mümkündür, ya da onu sonsuz elm və qüdrət sahibi olan bir yaradıcı yaradıb. Ən məntiqli nəticə isə budur: bu mükəmməl kainatın bir yaradıcısı var.